Yəni əməl görsən eləyərsən. Tutdu da. Bir əməl, mən bir alimdən eşitmişəm, həmişə ümid bundan alıram bu sözdən. Özdə ehtimad elədiyim böyük alimlərdən, ariflərdən biridir, yol getmiş adamdır. Yol getmiş adamdır. O deyir ki, bəzən bir dənə uğurlu səcdə eləyərsən. Çox ümid verici sözdür. Məsələn, sən indi neçə yaşın var? 30 yaş, 40 yaş, 50 yaş. Hə? 40 yaşda nə qədər xətalar, günahlar eləmişsən, itirmirsən də neçə illəri, hə? Deyir, bəzən bir dənə səcdə bütün boşluqları doldura bilər. Nəticə belə ola bilər ki, elə bilir ki, 40 ildir bəndəli eləmişsən Allah. Bir dənə səcdə ilə tutar, alınar, yerinə düşər, rəhməti çəkər. Elə olar ki, 40 ili kompensasiya eləyər. Elə bilir ki, yəni bir adam 40 il hər dəqiqəsini bəndəlikdə keçirir, necə halda olar? Bir səcdə sənin taleyi belə dəyişə bilər. Bir dənə əməl, bir də görərsən Allahın xoşu gəldi, dedi ki, bəs qiyamətdə bəlli olar, deyərsən filan gün filan iş gördün. Sən işi müsbət mənada bu həll elədin.